olsun, bugün Xocalının anım günüdür. Bu günü mənim yadıma bir film düşdü. Fəryad filmi, hansı ki Qarabağ müharibəsi haqqında yaradılan ən belə deyək də birinci yerdə gedən, demək olar ki, hamının xoşuna gələn bir filmdir. Bir-iki il öncə Fəryad filmi yenə yadıma düşəndə dedim görək o qəhrəmanın prototipi kimdir? Yəni Ceyhun Mirzəyev İsmail adı ilə həmin kinoda canlandırdığı obrazın real həyatdakı götürülən qəhrəman kim olub? Bu Mehman Hüseynov adlı bir insandır. Hansı ki onun haqqında məlumat axtaranda Wikipediyada sadəcə blogger Mehman Hüseynov çıxır. Yəni belə bir qəhrəman, hansı ki Şıx batalyonunda takım komandiri olubdu və həmin 91-ci ildə Kərkicahan döyüşlərində əsir düşüb və filmdə onun keçdiyi əsirlik yolu öz əksini tapıbdı. Əlbəttə Ceyhun Mirzəyev də bu filmi, bu rolu yaradıbdı. Yəni Ceyhun Mirzəyev yadda qalır, amma əsas qəhrəman isə arxa planda, qaranlıqda qalıbdı. O insan ailə həyatı uğurlu olmayıb, çox belə insanların ailə həyatı belə olur. O insanın həyatından bir film çəkmək olar. Boşanıb da hətta yoldaşını, həyat yoldaşını göydələnlər tikməyə kömək eləyib. Sonra boşanıb, tək yaşayıbdı Bakının qəsəbələrinin birində və bir gündə evində ölü tapılıbdı 2015-ci ildə. Dostları zəng eləyiblər, görüblər günlərlə cavab vermir. Axırda polislə gəlib qapını sındırıblar. Bax bu cür Mehman Hüseynov tənhalıq içində ölüb və onun haqqında əməlli başlı bir məlumat da yazılıb qoyulmur. Və onun haqqında ümumiyyətlə yenidən film çəkilsə, inanın ki doğru çəkilsə bir bestseller olar dünyada. Biz beləyik, biz odu söndürüb külü ilə oynayan millətik. Yəni real qəhrəmanı həyatda qoyub, o kimdir onu axtarmayıb, yaxşı ki bir-iki nəfər dəyər bilən insanlar var, nəsə öyrənib yazıb qoyublar. Oturub filmdəki qəhrəmanı ağlayırıq və bu zaman bir hekayət yadıma düşür, nə vaxtsa oxuduğum. Deməli, günə baxan günəşə vurulur və günəş hara gedirsə, günə baxan da başını ona çevirir. Günəş axırda bezib onu qovurur. Sonra insanlar günə baxanı yığırlar və axşam günə baxanı onlar da qovuraraq və oturub acı dolu, drama dolu, sevgidən danışılan bir filmə baxıb ağlamağa başlayırlar. Halbuki ağızlarındakı o çırtladıqları günə baxan toxumları bir aşk acısından yaranıb. Beləliklə real qəhrəmanlara yox, virtual qəhrəmanlara daha çox yanaraq, eyni zamanda qəhrəmanları qəhrəman yox, xainləri qəhrəman edən bir toplumda, yəni heç bir günün də artıq əhəmiyyəti qalmır. Sadəcə bir gün adı çəkilən bir günə çevrilir.